kimləri tanıyırsınız? Mənə də yaza bilərsiniz də, yəni. Elə belə canlı açanlar kimlərdə açır, deyir, gülür, güldürür, bağlayır. Mənim adımı da yaza bilərsiniz. Mən, sonra kim? Mənə də yazın amma. Sonra kim? Bax, deyib gülmək üçün açanda pek azad eləməyəm. Kimləri tanıyırsınız? Mənə də deyə bilərsiniz. Pul üçün canlı açan adamları yox. Ancaq mırta canlı açır, deyib gülməyə, sonra bağlayır canlını. Sıralama dərdində deyil, hədiyyə dərdində deyil, açır ancaq mırtdaşır eləyir, deyir, gülür, bağlayır. Elə adam kimi tanıyırsınız? Mən daxil hamını yaza bilərsiniz, tanıdığınız adam. Qəzi heç o alver eləyir də, hə. O çox qəşən adamdır. Qəzini çox istəyirəm, Allah haqq. Sonra kim? Sonra kimi tanıyırsınız elə? Ala məzələnsən, Allah. O adın yazdığın adam işlədir də, da. Dediyiniz. Acdığınız var, Allah. Mərd düzün deyin, acdığınız varsa deyin bilim. Ac selirsiz sözünüzü deyin, narahat olmayın. Acdığınız var, gözüm aydın. Get xaldinika, aç yedə, neyiniyim, mən bundan da gətirim sənə verim. Bir gözdə də əmə fanatınam. Qabağımda bir dənə yumurta ilə sasiska görüb. Gəl fanatım, gəlsən də. Gəlmirəm o sözdən əmə fanatınamla. Yoxdur. Nə yiyirəm? Kabab yiyirəm, sasiska yumurta yiyirəm də. Yumurta da yoxdur evdə. Baba oğlan əlinin əziyyəti ilə işləyir, qazanır, yiyir. Yumurta da yesə, sasiska da yesə, baba əziyyətlə. Baba əziyyətlə yiyir. Çox insan kimi burada oturub, kütləm də var, oturaram bütün gün PK eləyərəm. Düzdür, PK eləyəndə 800-ə, 700-ə düşür canlı, düşsün də məsəl üçün. Eləyərəm PK, səhərdən axşama kimi PK, Allah hamd olsun. Canlını bağlamaram. Amma eləmirəm elə. Əziyyət çəkib qazandığım pul tam başqadır, Allah hamd olsun. Onda o pulu xərcləyəndə də belə düşünə xərcləyirsən. Yoxsa hə, o bu atdığı pulundan nə düşünəsən, o pulu? Nə asmır eləyirəm. Şirin biber yiyirəm, deyir asmır eləyir. Evdə yoxdur yumurta. Yoxdur yumurta. Balaca pomidor ən dadlı pomidordur. Pomidor çox dadlıdır. O bəsdir də, ala. Yorulmadı ya. Sasiska yiyəcəm də biri yiyirəm, nə olub? Kola var. Həmişə var.
Nuş olsun yazan yoxdur ya. Sağ ol da necəsən? Çox sağ olun, dua edelim. Mən Allah haqqı istəsəm əgər günorta saat 3-dən axşam saat 9-a kimi 6 saat canlıda olaram. Günə $70, $80 pul götürərəm. Burası mənim ideyadə o boyda canlıda oturan bilmirəm. Səbrim çatmır. Mənimki ancaq 1 saat, yarım saat. Açdım bir dənə, dedim, güldüm, bağladım. Ha, Quran haqqı. Mən özləyəm mən. Hə, ay sabıram. Kefə də elə belə atıram ki, deyək gülək. Atıram ki, elə belə deyək gülək bağlayayım. Allah haqqı, mən nəyimə lazımdır? Oturum burada 4 saat, 5 saat. Mən 1 saat canlıda oturam, çıxanda $4 mənə pul gəlir, 7 mal. Kimi tanıyıram? Gələcəyim pomidor zadalım. Pomidor 5 manat deyib bu boyda qabda. Balaca qabda. Ancaq bu pomidordan yiyirəm. Bu pomidor. Acdım yiyiniyim ayqa. Oba, yazıb fanatınam. Ala qaqa, fanatımsan. Əliyiniyim. Nə bak, böyüyün da la. Kök satayım, böyüyün, gəlin tatı vurdurun da. Sabah 28'deyim ha, molun yanında. Günorta 2'də. Günorta 2'də. Gəlin də. Gəlin. Molda olacağım. Molun yanında Atilla'nın, Əmrahın mağazası var ya. Onun 2-ci mərtəbəsində PlayStation açılıb. 2 saat PlayStation oynayacağım. Gəlsə sizlə oynayaram. Gəlin futbol oynayaq orada. Çempionat quraq bəlkə sabah. Udana orada danışarıq da. Hadi burada ne danışım? Udana ne bileyim, bir tane kola alarıq. Gəlin sabah PlayStation'a. Pulla gəlin lan. Sokza dalas özünüzə. Mənim pulum var. Sabah günorta saat 2'də oradayım. 28'də Atilla'nın 2-ci mərtəbəsində PlayStation'da. Kim gəlsə ondan futbol oynayacağım. Başdan deyirəm ha, Real Madrid mənim. Sonra demeyin ki, Real'ı mən seçirəm, neyinə. Hayda.
Açsız da qabağınızda yedim, biraz vicdan əzabı çəkirəm. Oy da soku da içməliyəm, sok eləməliyəm. Sən də gəl. Kökəlmişəm mən. Doğrudan kökəlmişəm, Allah.